Salam, axşamınız xeyir olsun dəyərli izləyicilər. Göyər, hansısa ki, rayon adamları olanlar bilər. Yəni, yabanı pencərlər, məsələn, cincilimdir, qazayağıdır, ondan sonra şomu deyirlər. Belə göyərtiləri hamı belə bu üsulla pişirir. Yəni, düyü, istəyirsən düyü də vura bilərsən, kartof da sən tək düyü ilə olar. Əsas düyü daha yaxşıdır ki, yəni əlimdə salır. Belə bir yemək olur. Pencər deyirlər bunu yeməyin adına. Pencər, bizdə rayon adamları bilər yəni bunu. İndi bəlkə başqa rayonlarda başqa ad deyirlər. Yəni soğanı qoyurandan sonra su tökürük. Düyü də tökürük. Biraz pişəndən sonra da göyərtisini tökürük. Buradakı spanaqdır. Amma keşnişi şüydür. Bir də nane ilə tərxun biraz bir-iki dənə dad üçün götürmüşəm. Amma istəsəniz çox da vura bilərsiniz. Siz çox pişirsəniz. Ancaq burada mən dad üçün, yəni böyük bir dəstə elədim. Keşniş, şüyd, tərxun, nane dad üçün vurmuşam. Spanaqdır. Elə bil o da sup elədiyimiz kimi. Soğanı qovururuq. Birazca da su tökürük. Az da. Düyü də tökəndən sonra pişir. Bax belə biraz da soku çəkiləndən sonra sarımsaq qatıqla yeyilir. İstəyirsən sarımsaq qatıqla daha yaxşı olur bunu. Sarımsağı xoşlamayan qatıqla da yeyə bilər eləcənə. Bax belə bir yemək, yəni cincilim, bir də yol otu deyirlər biz tərəfdə, amma başqa yerdə indi nə deyirlər bilmirəm. Odur, cincilimdir, sonra qazayağıdır. Şomu var, odur, nə bilim, belə çox çöldə bitən yabanı göyərtilərin daha da xeyri var insana. Nəinki ispanaq da özü xeyirli bir şeydir. Nəinki bu adi bir keşniş, şüyd, onların da xeyri var. Yəni ki, yaz vaxtlar, onlar yaya qalanda olmur. Yaz vaxtlar, göyərtilər bol olan vaxtlar, onların təzə çıxan vaxtları hamı onu istifadə eləsə daha yaxşı olar. Hazırlamaq istəyən hər kəsə dəniş olsun. Yüz haqqınızı halal eləyin. Kanala dəstək olanlara da çoxlu minnətdarlığımı bildirirəm. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.